Xəstə 3 ay öncə Apro hospitala baş ağrısı, ətraflarda keylik, yerişin, yuxunun pozulması şikayətləri ilə müraciət etmişdir. Xəstə müayinə olundu, müalicə təyin edildi və indi təkrarı müayinəyə gəlmişdir. Mən xəstəxanaya Zəminə doktorun yanına gəlmişdim 3 ay bundan qabaq. Onda biraz çox narahat idim. Yuxusuzluq, baş ağrılar, başımda ocaqlar əmələ gəlib. Beynimin səsindən yata bilmirdim. Narahatçılığım çox idi. İndi Allah kömək olsun. Allah razı olsun. Zəminə doktoru müalicəsindən sonra mən biraz çox, məsələn 100% də olmasa 80-90% yaxşılaşmışam. Rahat biraz yata bilirəm, rahat gezə bilirəm. Düz yorğunluq zatlıq o, əlimdə, ayağımda uyuşmalar düzəlib. Barmaqla əl barmağım, ayaq barmağım keyləşmişdi. Yuxusuzluq məni zara gətirmişdi. Gözlərim qamaşırdı. İndi çox yaxşıyam. Allah razı olsun. İndi bundan sonra da ki, yavaş-yavaş yəqin ki, Allah qoca yaxşılığa doğru gedir. Allah Zəminə doktoruna kömək olsun. Bu xəstəxananı yaradana da təşəkkür edirəm, minnətdarlıq edirəm.